Salam, hər vaxtınız xeyir, mən Toğrul Əsov, karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Bugün mən sizə 14 mart 2025 tarixi üçün olan iş elanlarından bir qismini sadalamaq üçün bu video ilə qarşınızdayım. Deməli, onların arasında yoldaşlar, ambardar köməkçisi işi var. Sonra təcrübə proqramları var gənclər üçün, universiteti yeni bitirmişlər üçün də var. Koordinator işi var, mühafizə rəisi işi var, formaçı işi var, baş aşbaz işi var, resepsiyon işi var, qeydiyyatçı işi var, resepsiyon işi var 700 manatı, aşbaz köməkçisi işi var 500 manatı, xadimə işləri var Sumqayıtda. Ondan sonra ambar operatoru işi var, fəhlə işi var, sürücü işi var 800 manatlıq Sumqayıtda, fəhlə işi var yenə də. Bundan əlavə növbətçi elektrik işi var, qeydiyyatçı işi var, elektrik işi var, tərbiyəçi müəllim işi var, resepsiyon işi var 600 manatlıq, ambardar işi var, təcrübəsi SQL developer işi var Kalem yazılım şirkətində. Avtomotor servisdə ambardar köməkçisi fəhlə olaraq var, koordinator işi var klinikada, Svistentdə. Çilingər işi var, əməliyyat üzrə baş mütəxəssis işi var, sürücü işi var, insan resursları işi var. Qeydiyyatçı satıcı işi var Flying-də, cilalayıcı işi var, ayaq sürücü işi var, logistika koordinatoru işi var, müdir köməkçi işi var, rekrutment satın alma üzrə mütəxəssis işi var Azərbaycan supermarketində, recall üzrə inzibatçı işi var, mühafizəçi işi var, qeydiyyatçı işi var, koordinator işi var, boyacı işi var, mağaza müdürü köməkçi işi var, bağça müəllim işi var, kargüzar işi var, ofis menecer işi var, reklam ustası köməkçi işi var, çağrı mərkəzi operatoru işi var, biznes konsultant işi var, HR intern işi var və keçid növbəsi işçisinə ehtiyac var Ələtdə, Dəmir yolu vağzalında. Bu və bənzər iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınızı dəstək əldə etmək üçün mənə müraciət edə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.